Bax, görürsün. Bax, düz aşağı darayırsan, darağın izləri var ya, bax, izlərin birindən barmağı bax, belə basırsan, basan kimi gördün aradan. O aradan darağı salırsan, başlayırsan bax, belə daramağa. Sonra bir dənə də salırsan, həmən darağın izlərin birindən barmağa basırsan, aralan. Aralan kimi həmən aradan darayırsan, bax, belə. Bunu çox enli götürmək olmaz. Çox enli götürsən, ölçünü səhv qoyarsan. Anladın mı? Deməli, bax, sonra bunu bu şəkildə bax, belə götürürük, bax, belə. Düz bax, 90 dərəcə saçla, bax, çəkim, düz çəkin. Bax, telefon düz tut. Çəkilmi? Ha, əslən. Bax, belə. Götürdüyün düz 90 dərəcə, bax. Biraz barmağı, bax, belə uklon verirsən, çünki qabaq daha olsun, arxa daha qısa olsun deyən, bax, belə biraz əyrilik verirsən, sonra kəstin. Kəstin, gətirirsən biraz arxasından. Daha bu saçları bıraxsan, bunlar bizə lazımdır. Ancaq onları təzələn, ən xırda yerindən ən uzun yerinə qoysan ölçünü, bax, gördün, bax, belə əyri şəkildə kəsirsən. Kəsə, gətirirsən, düz bura. Sonra kəsdiyin saçları qatırsan, bu bir tərəfə, ya bu tərəfə, ya o tərəfə fərq yoxdur. İstənilən bir tərəfə qatırsan. Qatdın, bunların içindədir da. İndi bax, buradan bir dənə ayırırsan. Bax. Ben yaxşı istadım ki, istadanlar daha mükemmel ayrılır saçlar. Şimdi keş bu tarafa, buradan sen daha yaxşı görəcəksin. Bax, ayırdım. Bax, götürdüm. Dümdüz çıxartsan 90 dərəcə. Buna bax, necə, bax, bunu bax, gördün. Bayaq kəsdiyimiz saçlar. Bax, bu bizim ölçümümüzdür. Buradan bura qədər bütün saçlarda bu ölçü qalır. Kəstin. Onunla beraber kəstin, gördün. Oldu. Həmən bayaq qoyduğumuz ölçü boyda bu saçlar. Bax, buradan təzdən bir dənəsini də götürürsən, tutan. Bir tutam saçla götürürsən, bax. Bax, qaldırırsan. Bax, bayaq kəsdiyimiz saçlar, ölçü qoyduğumuz. Bu da bundan öncə kəsdiyimiz saçların, bax, ölçüsü burada. Gördün. Bunların hamısını beraber eləyəndə olur üstü dümdüz. Bunu bax, bu şəkildə kəsə-kəsə həmən ölçü ilə. Gördün, həmən ölçü ilə kəsə-kəsə düz önə qədər gedirik. Biz gedəndə daha burada bizim ölçməyimizə ehtiyac yoxdur. Hamısı bayaqdan qoyduğumuz ölçüdə gedir də. Hə. Elə ki, divar düzəldəndə mayaq tərəzi qoyub zadəyir, düzətmirlər. Ustalarda ertikən bənnalar. İndi o videoda düşəcək də, mayaq sulaq saçıyorlar. Nasıl ki? Başa düşdüm, bunu bu şəkildə, bax, belə dümdüz kəsdiyim, bax. İndi sən burada bir dənə kulminasiya nöqtəsi var ya, kulminasiya nöqtəsi. Bax, qoydum mu, bax, bu şəkildə, bax, belə kəsdik. İndi bu tərəfin hamısı belə azdan çoxa üstü, bax, belə kvadratın üçbucağı. Bax, bu kəsim kvadratın üçbucağı. Bu tərəfi belə kəsilib də. İndi bunu biz bu tərəfində kəsməliyik, yaxı, eyni olsun da, deyənə. Bu halda təzdən buradan ayrırıq. Bax, bir dənə də ayırırıq. Belə. Qatırıq bu tərəfə. İndi bura ölçülmüş, kəsilmiş düzgün saçlar deyənə buranı bax, belə ayırırıq. Təzdən qaldırırıq. Bax, görəcəksən ki, bax, həmən bayaq kəsilmiş saçlar bax, burada. Görünür? Görünür. Özün qulağı zad çəkirsən başqa yeri. Bir dənə də götürürük, bax, belə. Bir dənə dəfə göstərəcəm sizə, əziz, hörmətli izləyicilər. Bax, gördüyün ölçü buradadır. Bax, bu şəkildə mən indi bunu belə tez-tez eləyirəm. Bunu tez-tez eləmək lazımdır ki, müştəri də sıxılmasın, vaxtında işi tutaraq. Çünki qıraqda gözləyən başqa müştərilər var, o adı yol salmaq lazımdır. Bəlkə o bundan çox pul verəcək və sözcüsən o şeyləri fikirləşmək olsun. İndi bunu mən belə paylaşacağım, yavur olasıyıq. Zarafat edirəm, əziz tamaşaçılar. Uşaq vardı, o Eyvan paylaşmışdı. Söz patlayırsın. Ben de paylaşmak edən zadayım bu ya. Gəlim yəni. İndi bax, bir dənə o güzgüdən başı çək. O güzgüdən yaxınlaşdır başı, kreatin başına, yaxınlaşdır. Gör nə qəşəng oldu, bax. İndi mən bir dənə şey göstərəcəm, onu biraz belə qaldır, biraz belə qaldır. Köpəyi başı qaldır. Ortaya başı ortaya qaldır. İndi mən burada sizə bir şey göstərəcəm. Gör, nə qədər düz oldu. Bax, gördün, görünür o. Görünür. Gördün, nə qədər düz oldu kəsdiyi. Mən gördüm. Heç mən bunu ölçüb bir şey eləmədim. Zəntiyana bir dənə yerdən saç götürdüm, gördünüz dümdüz oldu. Bu ölçü ilə qırxılmağın səbəbi olaraq belə oldu. Hoş gəldiniz. Allah vaxtımız yox oluyor.
İndi qaşınmaq dərdi yoxdur da vücuda. Nə vaxt gəlim? Axşam vaxtı. Bilmiyorum. Nə vaxt onu yazasın? Nə vaxt olsa səni çağıracağam. 15 dəqiqəlik iş var. Mənim gözüm. Yer olan kimi çağıracağım səni. Gördünüz əziz müştərilər, deməli indi qaldı bunun bu tərəfi və buranı kəsmək qaydası. Onu da gələn dərsimdə sizə izah edəcəm. Yaxşı.